Sabahınız xeyir olsun kızlar. Necəsiz? Biz kızımla məktəbə gedirik. Kızımı önce məktəbə qoyum, sonra da oradan gəlirəm işə. Mənim işim saat 9'da başlayır. Rənanın dərsi 8'də. Evdən çıxıram, birinci gedirəm Rənanın dərsə qoyuram. 9'a kadar da 9'un yarısında artık mən işdə oluram. Bu mənim üçün çox asan olur. Heç vaxt işə geyişmirəm. Həm də ki daha tez getməklə işlərimi falan daha tez başlayıram. Altı xattoy olanda bir dənə normal vaxtı gedirəm. Yəni 9'da. Qalan vaxtlar 9'dan tez işdə oluram. Hava çox qaranlıqdır. Əslində uşaqlara çox yazığım gəlir. Hələ də lap balaca birinci sinif, ikinci siniflərə çox çıqqılıdırlar da, soyuqda hava. İsti yataqlarından qalxırlar belə. Bu soyuqda dərsə gedirlər. Amma neyniyək? Olmalıdır, olur. Mənim də qızım hər səhər burnunu qırışdıra durur. Sonra yerindən qalır. Çünki yuxusu gəlir. O anlamır ki hələ bunu eləməlidir. Akşamlar deyirəm Rəna tez yat, səhər duramıyorsun. Yenə də dinləmir məni. Yerində uzanır. Ama o kadar kuyruğur, o ise bu ise yatmaq bilmir. Bəzən olur ki mən yatıram, hətta yuxu görürəm. Birdən ayılıram ki hələ Rəna qardaşından danışır. Yerin içində hələ söhbət edirlər. Yani bizim akşam rutinimiz bir saat Rəna yat deməkdir. Rəna yat. Çünkü Rəna fıstıqdır, yata bilmir. Salam ver kızlarım. Selam, ne tersiz? Şimdi kurban olun. Kızımın həsrətliklə avtobusu gözlədiyi saat. Yorulmayasız kalacağım. Rəna məktəbə qoyub gələnə qədər biraz gec oldu. İş yoldaşım zəng eləyib ki, qapıdayam, gözləyirəm, gəl. Tez gedirəm ki, qapıda qalmasın. Sabahınız xeyir olsun. Günaydın. Yaşlı baxdım. Ne tür keçdi qonaqlığınız? Süper. Peki. Allah'a şükür. Çok teşekkür. Geç çıxmışdınız? 11 dolar evdeydim. Çox şıqlarsınız. Geri dönemez, kimse kararımı değiştiremez.
Mağazinimizə təzə qəşəng kreasyonlar gəlmişdi, qəşəng mallar gəlmişdi. Mən bu şalvarı xoşladım, götürdüm özüm üçün. Qəşəng dekorları var idi burada, çox xoşuma gəldi. Rəngi də çox xoşuma gəldi. Belə bir şalvarım yox idi. Üstündə də kombin olaraq üstündə də bir dənə belə qəşəng mənim rəngimdir. Bunu hamı bilir ki, bu mənim rəngimdir. Belə bir rəngdə bir dənə köynək seçdim. Patrişkanın da qızlar bilir, Patrişkanın köynəkləri qəşəng olur. Burada mağazinimizin adı var idi, bunu qaralamışam ki, görünməsin. Təbii ki, mən bu qiymətlə götürmürəm, daha ucuz götürürəm. Çünki öz mağazinimiz olduğuna görə müdiriyyət mənə qəşəng endirim edir. Amma satış olaraq 33 manat köynəyin qiyməti idi, 32 manat da şalvarın qiyməti idi. Çox sevərək götürdüm. Amma indi geyinmək istəmirəm. Nə vaxt geyinərəm, kurtkalar falan çıxar. Kurtkalardan sonra köynək vaxtı gələndə, kofta vaxtı, tək kofta vaxtı gələndə onda geyinərəm. Bəlkə arada bir dəfə, iki dəfə geyinərəm, gözümün qurdu öldürərəm. Sonra mama yana qoyacam oradakı öz mövsümü gələndə öz mövsümündə geyinərəm. Rəngi amma çox qəşəngdir. Əsl mənim dediyim rəng. Biraz da oversize modeldir, yapışan model deyil. Razmer olarak da el razmer götürdüm ki daha belə boş qalsın. Çünki daha boş qalanda mum şalvarlarının daha qəşəng səliqəli durur. Bunun altından bundan əlavə də ağ şalvarla, bir də ağ kropla, belə qabağını açıq qoymaqla da qəşəng qalar. Bu rəng olaraq makyaj falan tutuşturanda qəşəng görsənər. Mənə can sağlığından. Özümüzdə belə bir kurtka var. Kurtka mı deyim, koja dublonka mı deyim, nə gedir bu bilmirəm. İçi də belə qəşəng qalındır. Bunu istəyirəm özümə götürəm. Qiyməti əslində 55-46. Təbii ki, mən bu qiymətə götürmürəm, mən daha ucuz götürəcəm. Amma xoşum gəldi bundan. İstəyirəm götürəm bunu özümə. İstəyirəm yox, yəqin ki götürürəm. Yəqin ki götürəcəm. Belə rəngi də var, amma belə rəng varımdır deyə, belə rəng balonkam var deyə bunu istəmirəm, belə rəng götürməyəcəm. Bu daha yaxşıdır, saçım da bu rəngdir, elə bu olsun. Demək qızlar, eləmə tənbəllik, getdim yanımızdan. Buna uyğun bir dənə də belə ayaqqabımı deyim, krasovkamı deyim, nədirsə bilmirəm, ondan götürdüm. Rənginə uyğun olduğu üçün götürdüm. Əslində belə çantadır, ayaqqabıdır, bir şeyləri uyğunlaşdırmağı sevmirəm. Mən hicablı vaxtı da hicabıma iminli paltarla uyğunlaşdırmağı sevmirdim. Xoşlamırdım elə şey. Həmişə zid rənglər, fərqli rənglər taxırdım. İndi də belə yəni toçuna belə uyğun, bəzən bizə gəlirlər ki, iminli paltar gətirirlər ki, iminli bu yubqanın rəngində mənə kofta ver. Yəni bu mənə çatmır, mən sevmirəm deyə. Başqası deyəndə mənə qəribə gəlir. Amma bu xoşuma gəldi. İstədim ki, qara şalvar və yaxud da rəngli şalvar, cins falan şalvarla bir dənə bu ikisini uyğunlaşdırım. Görüm indi ayağımda nətər qalacaq. Təzə kameraman tapmışam qızlar özümə. Süperdi də. Yəni nə deyirəm, hardan qoyuram, tripod kimi oradan da çəkir. Artıq 8-dir, işdən çıxdım. Yəqin ki, sizdə də olur, bilmirəm, hamıda mı olur bu. Bəzən mən elə olur ki, özümlə belə baş-başa qalmaq istəyirəm. Bu, evdə olanda da elə idi. Məsələn, günümün müəyyən bir saatında uşaqlardan aralanıb öz otağıma keçirdim. Orada qapını örtürdüm. Nə bilim, özümlə baş-başa qalırdım. Kitab da oxusam, telefon da qurcalasam, yəni əlimdə başqa bir işdə görsəm, istəyirdim ki, yəni tək qalım da orada. Bugün də o günlərdən biri idi. Tək qalmaq istədim. Getdim bir yerdə oturdum, kitab oxudum, çay içdim.
demək olar ki 30-35 dəqiqə falan oturmuşdum orada. Sağ olun. Sağ olun. Axır ki kitabı bitirdim. Bitti artıq bu kitabım. Keçdim başqa bir kitaba. Məsudə Cabbarın Ən kitabına başlamışam. Həlim yeni başlamışam. Necə olduğunu bilmirəm. Baştan biraz oxumuşduğuma görə maraqlı bir kitabdır. Kitab tamamlayan sonra mən sizə də deyərəm ki, necə bir kitab idi. Evə gedirəm. Çınardaydım, Gəncə Çınarda. Oradan yuxarı qalxıram Gəncə Molun qabağından avtobusa minib evə gedəcəm. Qızıma pambıq mırırsınızda aldım. Bu dəfə dəyişiklik olsun. Bunu mən də çox sevirəm əslində. O da çox sevir. Gəldim evə qızlar, yeməyimi yedim, qəşəng rahatlandım. Rənanın sifarişi var idi. Rəna yeyəcək bir şey istəmişdi. Onu hazırlayacağım birazdan ona. Əvvəlki vloglarımda da var hazırlanma qaydası. Onu hazırlaya da sizlə söhbət edeyim. Biraz bu açıqlama barəsində söhbət edeyim. Hər kəs gəlir yazır ki, bəs açıqlama. Nəyin açıqlamasını istəyirlər? Tam olaraq onu da bilmirəm. Yəni açıqlama. Biri yazır hörmətsizlik eləyirsən, biri yazır izləyicilərini saymırsan. Mən əvvəl paylaşan gün dedim ki, çağırdınız gəldim vlogunda, mən dedim ki, mənim vaxtım olmayacaq cavab yazmağa. Mən özümü bilirdim. Mən əvvəllər hər kəsə tək-tək cavab yazan insanam. Onda bir də kanal işlədirdim. Amma indi mən işləyirəm. Səhər çıxıram, axşam gəlirəm. Axşam da gəlirəm, uşaqlarımla məşğul oluram. Uşaqlarım özüm deyəndə bir də baxıram artıq gecədir. Oturub işdə ümumiyyətlə telefondan qurcalana bilmirəm. Evə də gələndə o vaxtım olmur ki, mən oturum. Yəni cavab yaza bilmirəm deyə də kanalı işlətməmək olmaz. Zaten hər kəsi oxuyuram. Yəni tək-tək cavab yaza bilmirəm. Ümumi cavab olaraq da açıqlama istəyirsiniz. Nəyin açıqlamasını istəyirsiniz? Tam olaraq onu da bilmirəm. Hər şey göz qabağındadır. Yəni deyirsiniz ki, bir gün belə paylaşır, bir gün elə bir gün belə paylaşmıram. Yəni nə xoşuma gəlir, nə düzəldə bilirəm, shorts olaraq nə çəkə bilirəm, vlog olaraq onu çəkirəm, onu paylaşıram. Açıqlama istəyən xanımlara da ki, hicabımı açdığım zaten bəllidir, yəni hər kəs görür. Onu soruşursa bəli açmışam. Niyə açmışam? Bu da Allahla mən aramda qalsın. Yəni bunun açıqlamasını məncə heç gərək yoxdur danışmağa bu haqqda. Danışmaq da istəmirəm. Kimsəyə görə açmamışam, kimsə səbəbindən açmamışam, heç bir başıma gələn problem səbəbindən açmamışam. Bu mənim Allahla aramda olan bir şeydir. İkinci, boşanmağımla bağlı, bəli, boşanmışam, atamın evində qalıram, uşaqlarımla yaşayıram, ailəmlə yaşayıram. Bunun da açıqlaması zaten göz qabağındadır ki, mənim artıq həyatım nədir? İşləyirəm, işlə bağlı deyirsinizsə, işləyirəm. Bəzi videolara anlam yüklüyorsunuz, belə paylaşırsan deyə. Xoşuma gəlir, paylaşıram. Qarşı tərəfə qalıncası biz düşmən deyilik. Biz bir valideynik, hər ikimiz də valideynik. Valideyn kimi də davranırıq. Yeri gələndə danışırıq, yeri gələndə görüşürük. Yeri gələndə uşağımızın hansısa problemində, Allah problem göstərməsin, yəni hansısa bir məsələsində bir yerdə otururuq da, dururuq da. Biz düşmən deyilik. Biz sadəcə evlərimizi ayıran bir valideynik. Bunun da açıqlamasını, yəni sanki belə biri yazır ki, bir-birinizə söz vurursunuz. Xeyr, bizim bir-birimizə deməyə, söz deməyə WhatsApp var, telefon var. Biz bir-birimizə sözümüzü deyə biləcək, üz qoymuşuq deyə lazım olanda bir-birimizdən hansısa sözümüzü deyə bilirik.
heç bir video heç bir kəsə göndərilmir. Nə burada, nə həyatımda, nə statusumda. Mənim ümumiyyətcə elə bir xasiyyətim yoxdur ki, mən statusda kiməsə söz göndərim, videoda kiməsə söz göndərim. Kiminsə varsa hər kəs yəqin ki özündən bilir bu işi. Mənim sözüm olanda biz bir-birimizə sözümüzü deyə bildiyimiz üçün gərək də yoxdur ki, biz bir-birimizə belə buradan ora söz göndərək. Bunun açıqlamasını vermiş olum qızlar. Çox xahiş edirəm, mənim shortslarımı, videolarımı aid eləməyin heç nəyə, heç kimə. Biri yazır Rənanın saçını kəsdiribsiz, hayfını Rənanın saçından. Xeyr, Rənanın saçını birincisi atası öz aparıb kəsdiribdi. Belə kəsilməli idi. Saç tökülməsindən sonra onun saçının hamısının bir qaydada uzanması üçün kəsilməli idi. Biz də kəsdirmişik. Kökü ondadırsa zaten uzanacaq. Yazır ki, bəs hayfınızı eləməyin belə, uşağın saçından niyə çıxıbsa? Çox məntiqsiz bir şeydir. Biz ikimiz də uşağımız üçün ən yaxşısını, ən doğrusunu, ən düzgününü eləyə bilən iki valideynlik. Çox xahiş edirəm, bu barədə bir də məndən açıqlama istəməyin. Həyat tərzim ortadadır, yaşayışım ortadadır, harda qaldığım, harda işlədiyim, necə yaşadığım, hər şey ortadadır. Bunun hər kəsə tək boşanmışam deyə açıqlamasını verməyə gərək yoxdur. Gələcək bizə nə göstərər? Biri yazır qürursuzsan, biri yazır bağışlayırsan, biri yazır bağışlayarsan, biri yazır uşağına xatir, biri yazır əsla yaxın qoyma. Başımıza biz boşananda da planlamamışdıq. Sabah barışsaq da planlamayacaq bunu. Həyat bizə nə göstərər, onu da yaşayarıq. Ən əsası odur ki, bir-birimizə hörmətimiz var hələ də. Ona görə də çox xahiş edirəm. Məndən artıq açıqlama istəməyin. İstəyən gəlsin, izləsin, istəməyən çıxsın. Heç kim məcbur deyil ki, otursun, vlog izləsin. Mən əyləncəsinə çəkirəm. Siz də əyləncəsinə izləyin. Mənim kanalım maarifləndirici kanal deyil. Mənim kanalım resept vermir. Mənim kanalım satış eləmir. Mənim kanalım bir şeylər öyrətmir. Bir kitabdan danışmır, bir filmdən danışmır. Mənim kanalım əyləncə kanalıdır. Siz də əyləncəsinə gəlib, xoşunuza gəlir, izləyin. Xoşunuza gəlmir, yan keçin, gedin. Zaten yəni mən də bunu əyləncəyə çəkirəm. Siz də əyləncəyə izləyin, keçin. Hər şeydə bu qədər ciddiyə almayın. İnsanların həyatını bu qədər ciddiyə almayın. Hər kəsin həyatı qoyun özünə ciddi qalsın. Mən indiyənə qədər nə paylaşmışam, nə göstərmişəm, hamısı gerçək olubdu. Əvvəlki həyatım o idi, onu çəkirdim. İndiki həyatım budur, bunu çəkirəm. Biri yazır, əsilsiz, indi busuz, əvvəl o deyildi. Xeyr, mən əvvəl də oydum, indi də oydum. Bir-birimizdən yola gedə bilmiriksə, kim sizə xoşdursa, kimin videosu sizə xoşdursa, onu izləyə bilərsiniz. Təhqir eləyənləri zaten heç türk demiş, kale belə almıram. Mən heç onları təsdiq belə eləmirəm. Bir-iki dənəsi var, özləri yaxşı bilirlər özlərini. Girirlər mənim kanalımda yazırlar, gedirlər yoldaşımın kanalında yazırlar. Çox belə gülməli bir şeydir, gülünç bir şeydir. Burada mənə təhqir yazıb gedib orada ona xoş sözlər yazmaqları çox gülünç bir şeydir. İnşallah ki, mən də bu açıqlama olmuş olsun sizə. Artıq yəni bu söhbətə son qoyarıq, bir-birimizdən yola gedərik. İzləyən də, izləməyən də, yazan da, yazmayan da hər kəsə təşəkkür edirəm. Çox sağ olun gəldiyiniz üçün. Növbəti vloglarda görüşmək diləyilə. Özünüzə yaxşı baxın. Hələlik.